Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə elə bir video çəkirəm ki, yenə də Babasil haqqında, Babasilə necə kömək etdiyini girib səhifəmdə görərsiniz ki, yüz minlərlə insanlar yazır, dualar yazır ki, bu ucuz Levomikol mazının nə qədər xeyir olduğunu videonun üstündə qoyacağım. Bir dəyərli xanım yazır ki, Məryəm xanım, yaman gündə idim, 4 ay idi əziyyət çəkirdim. Bir gecəyə Levomikol mazından, Babasildən azad oldum. Bir gecəyə kömək elədi. Hətta çat var idi, çatı da düzəltdi. Və bu mənim üçün dünyalardır. İnanın ki, sevginiz də, dualarınız da qarşılıqlıdır. Bugün mən aptek ləvazimatlarımı sizə göstərəcəm. Hansı ki, mən onlar evdən qutardımı həmən almalıyam. Yəni, özümü pis hiss edirəm, onlar evdə olmayanda. Bunlar nədir? Dediyim kimi, Levomikol mazı iltihab əleyhinədir. Desəniz, hardan bilirəm? Bəzi insanlar da yazır ki, Levomikol, ay Məryəm xanım, yara üçündür, yanıq üçündür. Ay mənim əzizlərim, bilməsəm sizə heç nə demərəm. Hardasa bir 30 il bundan qabaq Rusiyada Rus dilini bilməyən bir Azərbaycanlı xanımı mən o dil bilmədiyi üçün gözəl bir yevrey həkimi vardı, professor qadının yanına apardım. Çox Babasili pis gündə idi, üstünüzə sağlıq. İnanın ki, Levomikol mazı ilə o qız əməliyyata yazmışdılar. Pis gündə idi da təcili yardımla aparmışdıq. Levomikol mazı onu düzəltdi. Ondan sonra mən Levomikol mazını hamıya məsləhət bilirəm. Hətta öz evimdə desəniz, mən niyə alıram? Evdən üzmürəm, özdə görürsünüz 2-2 alıram. Mənim anamın 85 yaşı var. Allah cəmi analara ömür versin. Yaşı ilə əlaqəli onda da olur bu problem. Çox insanlarda var bu problem hal-hazırda. Və ona yaşına görə əməliyyat olmaz. Elə ona görə də baxın, bu Levomikol evdə olmasa, inanın ki, nə bilim, nə günə düşər. Evdən üzmürəm. Pastayanla anam istifadə eləyir və ona görə də o özü də mənə dualar eləyir ki, qoymur ki, orada olan Babasil böyüsün. Hətta yeni çıxan Babasilə daha tez kömək eləyir, çatada kömək eləyir. Məryəm xanım, necə vurmaq olar? Lopadan təmiz bir steril salfetkaya və pambığa vurursunuz, qoyursunuz Babasilin üstünə, içəri basmırsınız. Kimsə yaza bilər ki, utanmır danışdığına bax. Xeyr, utanmıram, çünki bu Allah verən bir xəstəlikdir. Kömək lazımdır xalqıma və mənə ləzzət edir ki, çox insanlar, milyonlarla xalqım xeyir tapır, mənə yazır, dualar edir. Bu da məni sevindirir ki, çox adam əməliyyatdan canı qurtarır. Və bununla bərabər bilirsiniz, sağlam həyat tərzi sürməlisiniz, lifli qidalarla zəngin qidalanmalısınız ki, həmən Babasiliniz daha da böyüməsin. Sonraki məhsulumuz nədir? Üstünə qoyacağım. Ola bilər, bunu da deyim ki, ola bilər indi korobkası dəyişib, adı Levomikolondur, başqa cür nəsə adı var, yenə də Levomikoldur. Adı prosto dəyişib və yaxud göy flakonda da ola bilər, narahat olmayın, göy tübükdə. Sonraki Bepantinin mazıdır, Zetski mazıdır, uşaqlar üçün mazı, kremi yox mazı qurtarmışdı. Mən bunu bilirsiniz, videolarım var səhifəmdə, çox üstündə qoyacağım şəklini. Mən Bepantin mazsız üzümü təsəvvür edə bilmirəm, mən hər gün vururam. Bunun tərkibində sihirli bir şey var, Dexpantenol. Bunu boş-boşuna mən sevmirəm. Bu da B5 vitamini deməkdir. B5 vitamini də xanımların üzü üçün həyat deməkdir. Yəni mən bunu hər gün nəmləndirici kimi hər axşam istifadə edirəm, evdən də üzülməsinə qoymuram. Yəni uşaqlar üçün aptekdən alırsınız. Levomikolu da bunu da. Bu birisi isə çinkovoya pasta, çink pastası. Bunu da evdən üzmürəm, çox ucuzdur. Bütün apteklərdə var, başqa qablarda ola bilər. Bunun mazı da var, pastası da var. Bu pastasıdır. Məsələn, sabah arasa gedəsiniz, gecənin bir aləmində bir prişik çıxır üzünüzdə. Ya simişka yemişsiniz, ya acı, ya turş, ya duzlu, ya şirin. Birdən-birə çıxır və yaxud stres keçirmişsiniz. Ne inirsiniz? Axşamdan çinkovoya pastanı onun üstünə vurursunuz, səhərə qupquru qurudur. Mənim əzizlərim, yenə də deyirəm, bütün bunlarla bərabər sağlam həyat tərzi sürməlisiniz. Özünüzə dəyər verin. Mənə çox ləzzət eləyir. Nəinki adi, sıravi, yəni gözəl vətəndaşlarım, dəyərli bacı qardaşlarım, hətta tanınmışlar. Məsələn, ekrana qoyacağım Ruhangiz Allahverdiyeva, dəyərli sənətkarımızın mənə yazdıq ki, mələk üzlü Həzrəti Məryəmin xanımın üzü var üzünüzdə. Bu mənə çox ləzzət eləyir. Demək ki, hamı öz xeyrini tapır nədəsə, hansısa videomda. Və bunun sözlərinizlə, dualarınızla mənə eşitdirirsiniz, yazırsınız. Mənə ləzzət eləyir. Var olasınız mənim əzizlərim və kim istəyirsə canını mütəxəssisə əmanət etmək və sağlam həyat tərzi sürmək ki, bağırsağınız saat kimi işləyəcək, amma sienasız, aclıq otsuz, dəvə gözsüz, maqni sulfat, duzsuz. Çünki bunlar sizin, mən mütəxəssis olaraq bilirəm ki, sizin mədə bağırsağınızın mikroflorasını pozur. Selekli qışasını zədələyir və bağırsağımızın bizim 70% immun sistemimizə cavabdeh olduğu üçün artıq siz onu şikəst edirsiniz onlarla, o çaylar, şamlar, klizmalarla. Sonra sizin immun sisteminiz düşür, xəstəliklərə qucaq açırsınız.
Və köpürəm deyənlərə mən pankreatindir, qara kömürdür gündə deməyəcəm, Allah oldu deməyəcəm ki, için. Çünki onları içən zaman sonra mədə-altı vəzniniz örgənir, sizə ferment vermir mənim əzizlərim. Su diyeti heç olmayacaq, mənim qrupumda aclıq olmayacaq. Çünki su diyeti zamanı orqanizminizin vitamin, mineralları çıxır. Ona görə dietologlara pul ödəməyin mənim əzizlərim ki, sizi şikəst eləsin. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Bircə dəfə 20 manat ödəyirsiniz, ili 20 manata qrup bir dənə məndədir. Bütün qızıl qaydalarımı paylaşacağım, gözəllik sirlərini paylaşacağım sizlər də mənim əzizlərim. Nömrəmi isə, WhatsApp nömrəmi necə tələffüz edirəmsə o cürə yaddaşa salmalısınız. Əgər əlavələr etsəniz tapmayacaqsınız mənim əzizlərim. Necə tələffüz edirəm, ağzımdan necə eşidirsiniz o cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Çünki şükür özü də böyük bir nemətdir. Onu da Allah hər adama qismət eləmir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətləriniz azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.